Azərbaycan Dəmir Yolları fövqəladə və böhran vəziyyətlərində hansı təhlükəsizlik tədbirlərinin görülməsini sınaqdan keçirib? İmişlidə mülki müdafiə qüvvələrinin təlimi zamanı şəxsi heyətin çevikliyi yoxlanılıb. İmişli dəmir yol qovşağında gün həyəcan siqnalı ilə başladı. Həyəcana səbəb isə yük vaqonlarının aşması, güclü yanğın və insanların xəsarət alması xəbəri idi. Amma bu fövqəladə vəziyyət mülki müdafiə qüvvələrinin təlimi zamanı baş verdi. Səhər saatlarında 6 bal gücündə şərti olan zəlzələ nəticəsində bir yük vaqonunun aşması, digərinin relsdən çıxması, eləcə də elektrik dirəklərinin aşması, yanğın, yaralılar və ölənlər barədə xəbərin verilməsindən sonra hadisə yerinə kəşfiyyat manqaları daxil oldu. Fövqəladə halın baş verdiyi ərazi Mühafizə İdarəsinin və İmişli Xətt Polisinin əməkdaşları tərəfindən səpərləndi. Yanğın qatarı ilə hadisə yerinə çatan yanğın söndürənlər alovu keçirdikdən sonra əraziyə xilasedicilər daxil oldu. Şərti yaralılar dərhal yaxınlıqdakı tibb məntəqəsinə aparılaraq ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə ərazidən uzaqlaşdırıldı. Daha sonra ərazidə bərpa tədbirləri görüldü. Birinci növbədə təmas şəbəkəsində zədələnmiş təmas xətti bərpa olundu. Sonra dəmir yolu xətti zədələnmişdir, 40 metrə şərti olaraq bərpa işi orada yerinə yetirilir və relsdən düşmüş və çevrilmiş vaqonlar bu dəqiqə qaldırılır və bununla da fövqəladə halın nəticələri aradan qaldırılmış hesab olunur. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirdilər ki, bu tip təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi və düzgün idarə olunması bacarıqlarının təkmilləşdirilməsidir.